sürü təfəkkürünün, qadına yanaşmasının növbəti qurbanı günlərdir sosial şəbəkənin gündəmindən düşmür. Elgün faciəsini həzm eləmədən günümüzü başqa bir, növbəti bir faciə ilə açdıq. Bu dəfə və növbəti dəfə isə bir qadın cinayəti ilə. Sabirabad rayonunun Güdəcühür kəndində Şirvan şəhər sakini 16 yaşlı Nuranə Ələkbərova bıçaqlanaraq qətlə yetirilib. Onun cəsədi daha sonra Kür çayına atılıb. Məlum olur ki, 2004-cü il təvəllüdlü Seyid Rəsul Talıbzadə mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazidə mübahisə fonunda 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürür. Meyitini də suya atır. 3 gün sonra isə polisə gedərək əməlini etiraf edir. Bundan sonra Nuranənin cəsədi Kürdə axtarılır, tapılır və ailəsinə təhvil verilir. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Məlum olur ki, 16 yaşlı Nuranə 21 yaşlı Seyid Rəsulla bir müddətdir qeyri-rəsmi nikahda yaşayırmışlar. Bildirilir ki, əvvəlcə qızın atası İlkin Ələkbərov onların evlənməsinə razı olmayıb. Seyid Rəsul Talıbzadənin atasının təkidindən sonra qız anasının vasitəsilə qoşulub qaçıb. Qızın atası onun arxasınca getsə də qızı geri qaytara bilməyib. Seyid Rəsulun ailəsi Sabirabadda ağır seyidlərdən sayılır və tikinti biznesi ilə məşğuldur. Rayon ictimaiyyəti onu Mir Mövsüm ağa kimi tanıyır və hörmət edirmiş. Qızın atası İlkin Ələkbərovunsa Seyid Rəsulun atası Mir Mövsüm Talıbova borcu olub. Buna görə də ata qızını geri ala bilməyib. Yəni, həm borcu olduğuna görə dili qısa olub, həm də ağır seyid olmasından qorxub. Sabirabadın Güdəcühür kəndində baş verən faciəvi hadisə cəmiyyətin qadına münasibətinin, ənənəvi ailə strukturlarının və hüquq sisteminin zəifliklərini bir daha ortaya qoyur. 16 yaşlı Nuranə Ələkbərovanın qətlə yetirilməsi yalnız bir cinayət hadisəsi olmaqla qalmır. Eyni zamanda çoxsaylı sosial və mədəni problemləri yenidən üzümüzə çırpır. Həmin problemlər bugünə qədər bir çox cəmiyyətlərdə, bəlkə də ən şiddətli şəkildə bizdə davam edir və bu hadisə onların ən ağrılı nəticələrindəndir. İlk növbədə 16 yaşlı Nuranənin qeyri-rəsmi nikahda yaşadığı dırnaqarası ərindən əvvəl onu öldürənlərə, daha doğrusu ölümünə fitva verənlərə nəzər salaq. Nuranənin valideynləri, xüsusilə də atası onu qorumaq əvəzinə sosial və maddi səbəblərdən dolayı sakit qalmağı üstün tutur. Ata Nuranənin ölümündən sonra müsahibələrinin birində qızının işgəncə ilə öldürüldüyünə diqqət çəkir. Mənim balamı zülmlə öldürüb. Aldadıb, aparıb, öldürüb. 5 gün bundan qabaq mən onu evdən çıxarmışam. Demişəm ki, get bir də bura dönmə. Nə vaxt atan, anan bura gələcək, söz verəcək, nə vaxt ki toydan əvvəl gəlib söz vermişdilər, sinəsinə döymüşdü ki, bu gəlin mənimdir, mən də baxacam öz balam kimi. Baxmadı ki, getdim, balamı gətirdim, qızımı qaçırdım. Həmin gecə evlərinə getdim qızı gətirmək üçün. Düşdülər ayağımıza, dedilər ki, ağır seyidik. Bu balam mənim balamdır, narahat olmayın. Bu qızı buradan heç kim apara bilməz. Aparan da xeyir tapa bilməz. Ona görə də sustuq, qaldıq. Kişi söz verdi də, biz nə bilərdik ki, bu kişi deyilmiş. Mən onu özüm maşına mindirib aparmışdım. Məndən sonra gəlib, qızımı aldadıb aparıb. 17'si qızımı öldürüb. Dünən xəbəri gəlib. Onun valideyni bilirmiş. Gülə-gülə Kürdən çıxardı meyti. Müsahibəsində ürək titrədən ifadələr işlədən, qızının işgəncə ilə öldürülməsinə içi ağlayan ata unudur ki, Nuranəni ilk növbədə borca, içindəki cahil bir qorxuya satan elə ilk növbədə o özüdür. Seyid Rəsulun ailəsindən qorxaraq qızının geri qaytarılmasının mümkün olmayacağına inanıb. Ailə daxili zorakılığa yol verən, qızının təbii hüquqlarını ilk növbədə pozan o özü olur. Bir atanın belə qoruya bilmədiyi qızı cəmiyyətdə kim qoruyar, kim boyun olar? Ölüm səbəbi ümumiyyətlə ikrah hissi doğurur. Belə ki, hadisədən bir həftə əvvəl Seyid Rəsul ilə Nuranə rəsmi nikaha görə mübahisə edir. Seyid Rəsul Nuranə ilə söhbət edərkən ona səni istədiyin vaxt çıxarıb küçəyə ata bilərəm. Heç kim də mənə heç nə edə bilməz deyib. 16 yaşlı Nuranə də bu söhbətdən sonra rəsmi nikah tələb edib.
Qarşı tərəf razılaşmayınca da evi tərk edərək Şirvan şəhərinə, atasının evinə gedib. Seyid Rəsul Talıbzadə və atası Mirmövsüm Talıbov bir neçə gün gəlini evə qaytarmaq üçün gəlsələr də, qızın atası buna razılıq verməyib. Sonuncu dəfə yox cavabı alan oğlanın atası İlkin Ələkbərovdan borcunu tələb edib və ona bir gün vaxt qoyaraq evi tərk edib. Həmin gün axşam saatlarında Seyid Rəsul Talıbzadə Nuranəni hədə-qorxu ilə götürüb Sabirabada öz evinə gətirib. Sonluq da hamımıza məlumdur. Nuranənin yalnız dini nikah əsasında Seyid Rəsul ilə birləşməsi müasir hüquq və ailə institutlarına qarşı da ciddi bir təhdiddir, təhlükədir. Bugün əlində dini kəbini bayraq edərək rəsmi nikahdan yayınan minlərlə insan var. Kimiləri yaş məsələsini bəhanə edərək rəsmi nikahı arxa plan atır. Kimiləri də məhz qadını hüquqi haqlarından məhrum etmək üçün bu yola baş vurmur. Əlbəttə ki, bu cür əlaqələr adətən qızların inkişafına, hüquqlarına və müstəqilliklərinə zərbə vurur. Təəssüf ki, çox zaman qadınların şəxsiyyətləri cəmiyyətdə mülk kimi qəbul edilir. Qızlar əvvəl atalarının, qardaşlarının, sonra da özünü ər kimi təqdim edənlərin mülkünə çevrilir. Nuranə 15 yaşında qeyri-rəsmi nikaha daxil olur. Amma sonra ona bir aydınlanma, bir fərqindəlik gəlir. Heç bir hüquqa sahib olmadığı üçün günün birində çölün düzündə qala bilmə ehtimalını dərk edir və öz iradəsini ifadə etməyə cəhd edir. Ancaq nəticə nə olur? Görünən odur ki, bu oyanışa Seyid Rəsul tab gətirə bilmir. Bu oyanışı Seyid Rəsul qəbul edə bilmir. Bugün öz ayaqları üzərində duran qadınları qəbul edə bilməyən minlərlə patriarxal təfəkkürlü kişilər kimi. Əgər onlara kişi demək mümkünsə. Görən bu qətlə hələ lap əvvəlindən icazə verən, bu qətlə gətirən yola hələ lap əvvəlindən imza atan şəxslər indi bunu eləsəydi Nuranə yaşayırdı, deyirmi? Nuranənin öz xoşu ilə qaçdığına diqqət çəkirlər. Amma maraqlısı odur ki, anasının vasitəsilə. Bəlkə də cəmiyyətin ən dərin yuva saldığı məxluqlar, xüsusilə rayon yerlərində qız övladlarını övladdan, baladan saymayıb doğulduğu gündən onlara qız olduğunu xatırladaraq ər evinə hazırlayan, sonra da öz əlləri ilə kəfəni geyindirən analardır. O yaş üçün bu təfəkkür, evlilik istəyi, kiminsə sevdiyinə çevrilmək hormonal olaraq ən təbii prosesdir. Burada ayna, yol, qız uşağına düzgün istiqamət verən tərəfsə illərin təcrübəsi ilə yoğrulan ana olur. O ana ki, hər yolu sınayıb övladını erkən nikahdan yayındırır. Nəinki ağır Seyid ailəsinə balasını peşkeş edir. Hər gün rastlaşdığımız xəbərlərdir. 17, 18, 20 yaşlı qız, qardaşı, atası, sevgilisi, əri tərəfindən öldürüldü. Bir qız itkin düşdü. 2 qız evdən qaçdı. Evdən çıxaraq geri qayıtmadı. Kimə qaçırdırsınız balalarınızı? Ağrılı 9 ayın, sümüklərin sınmasına bərabər olan doğumun, yuxusuz gecələrinizin, əziyyətli illərinizin gözünüzdə heç mi dəyəri yoxdur? Analar. Həmçinin sosial şəbəkələr və media bu cür faciələrdə tez-tez ictimai təzyiq yaratmağa çalışsa da, yerli sosial strukturların və ailə-içi təzyiqlərin, xüsusilə də patriarxal cəmiyyətlərin hadisəni gündəlik həyatın bir hissəsi kimi qəbul etməsi çox vaxt hüquqi və sosial müdaxilənin gecikməsinə səbəb olur. Nuranənin öldürülməsi qadınlara qarşı şiddət və təzyiq yönündə cəmiyyətin reaksiyasının nə qədər, nə dərəcədə zəif və təsirsiz olduğunu göstərir. Bu faciə sadəcə cinayət deyil, həm də qadın hüquqlarına qarşı olan həssasiyyətin çatışmazlığının və qadın cinayəti məsələsinin ciddiyə alınması zərurətini ortaya qoyur. Bu cinayət bizim susqunluğumuzun növbəti əsəridir. Ailə içinə müdaxilə eləmək olmaz. Atasıdır, özü bilərlərin nəticəsidir bu cinayətlər. Belə hadisələrin qarşısını almaq üçün yalnız hüquq sisteminin deyil, təhsil, sosial şəbəkələr, ailə institutlarının daha ciddi, sistemli müdaxilələri tələb olunur. Nəticə etibarilə Nuranə Ələkbərovanın qətli kimi hadisələr onu göstərir ki, cəmiyyət qadınların hüquqlarına, onların şəxsiyyətlərinə və həyatlarına hörmət etmir. Hər gün birimiz ölürük. Bu təfəkkürlü insanlarla bir yaşadığımız cəmiyyətdə nə ilə qarşılaşacağımızı bilmədiyimiz, hansı xəbərləri alacağımız sabahlara oyandığımız üçün, amma həm də
oyanmadığımız üçün kütlə olaraq, şuur olaraq.